Şuşa şəhərində son 2 gündə keçirilən təlimlərin çox böyük bir faydası oldu. Mən qeyd etmək istəyirəm ki, vətəndaş cəmiyyətinin layihələrinin düzgün şəkildə yazılması və hədəf qrupunun dəqiq şəkildə müəyyən edilməsi çox vacibdir və bu təlimlərdə biz bunu müşahidə etdik. Bundan başqa daha çox faydalı olmaq, yəni benefisiarlara daha çox faydalı olmaq üçün nələr edilməlidir və hansı işlərdən başlanılmalıdır, qeyd etmək istəyirəm ki, bu təlimlərdə geniş bir şəkildə bu mövzular qeyd olundu. Xüsusən də qeyd etmək istəyirəm ki, bu təlimlərin məhz Şuşa şəhərində keçirilməsi bizim üçün çox xoş oldu, çox sevindirici və çox qürur verici oldu. Deməli, təşkilatçılara böyük təşəkkürümü bildirirəm və ümid edirəm ki, bu tip təlimlər davamlı şəkildə keçəcək. Çünki məhz bu tip təlimlərin yəni göstəricisidir ki, vətəndaş cəmiyyəti il-ildən inkişaf edir və daha çox, daha vacib işlər görürlər.